Bir neçə il öncə qızılcanın uşaqlar arasında çox yayılması ilə əlaqədar olaraq son zamanlar sklerozlaşan panensefalit dediyimiz vəziyyəti, yəni qızılcanın sinir sisteminə sonradan verdiyi fəsadı xəstələr arasında daha çox görməyə başlamışıq. Sklerozlaşan panensefalit qızılca keçirən uşaqlarda 1 il, 2 il və hətta 10 il sonra belə öz simptomlarını verərək, əlamətlərini göstərərək meydana çıxa bilir. Bu simptomlar hər uşaqda fərqli görünə bilər. Bəzi uşaqlarda qıcolmalar, bəzi uşaqlarda davranış dəyişiklikləri, bəzi uşaqlarda diqqətlə, yaddaşla bağlı şikayətlər və s. kimi şikayətlərlə müraciət edə bilərlər və çox təəssüf ki, bu uşaqların vəziyyəti get-gedə ağırlaşır və qazanılmış olduğu bütün vərdişləri itirərək sonda biz bu xəstələri itiririk. Çünki tibbdə konkret olaraq bu xəstəliyin bir dərman müalicəsi yoxdur. Bu səbəbdən əziz valideynlər, qızılca peyvəndini övladınıza etdirin və etməyə də gecikməyin.